Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Bu çərşənbə xalq arasında həm də üskü çərşənbə, adlı çərşənbə və ya atəş çərşənbəsi kimi tanınır. Digər çərşənbələrdə olduğu kimi Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub ona hörmət ediblər. Odla bağlı xeyli atalar sözü yaranıb. Od imandır, od düşdüyü yeri yandırar, od çərşənbəsində ocağı boş qoymazlar, ocağı şər vaxtı söndürməzlər və s. İnancılara görə ocağa yaxınlaşanda salam verərlər. Od isti olarsa uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli kimsə səndən danışır. Odun aparıcı olması, günəşin istiliyinin artması və məhz bu odun yandırılması, yerdə tonqalların çatılması günəşə yəni ki, işarə edir ki, artıq günəş yaxınlaşır, artıq günəşin istiliyi artır, həyat yavaş-yavaş dirçəlir. Bilirik ki, hər həftə getdikcə istiliyi artır və bu təbiətin oyanması halına gəlir də bu. Maraqlıdır ki, bəzən belə bir məqam da olur, suallar da verirlər ki, yaxşı, od çərşənbəsində od yandırılır. Bəs niyə bütün çərşənbələrdə od yandırılır? Eyni zamanda, axı bilirik ki, başqa çərşənbələrdə də od yandırılır. Həm suda, həm yerdə və s. Çünki bu bayramın qeyd etdiyim kimi ən vacib, ən dominant aparıcı elementi günəşdir. Günəşin gəlişini xalq qutlayır, bayram edir. Təbiətin oyanması, yazın gəlişi, günəşin doğması, günəşin istiliyinin artması, onun Azərbaycanda məhsuldarlığı artırması, yaşıllığı yaratması, ağacların çiçək açması, hər bir şey günəşlə bağlıdır, istiliklə bağlı bilirik. Ona görə də xalq bu məsələləri bütün çərşənbələrə tətbiq edir. Bütün çərşənbələrdə od yandırır. Çünki arzulayır. Yazın gəlişini arzulayan xalq o tonqalın istisində qızınaraq, ona ətrafında dövrə vuraraq günəşin istiliyinin artması, yazın gəlişini artıq səbirsizliklə gözləyir. Bu mənada od qeyd etdiyim kimi çox vacib bir məqam idi burada. Həm dünyanın yaranmasında, insanın həyatında, onun izləri, əlamətləri və məhz xalqımız da bu bayramda tonqallar yandırar çərşənbələrdə və üstündən indi deyirlər ağırlığım, uğurluğum odda yansın. Bəzən bu biraz səhv anlayış verir ki, axırı ağrı bildim, amma uğuru yandırmazlar. El arasında başqa cür deyimlər də var. Ağrım səndə, uğurum məndə. Bax belədir. Çünki oddan insan uğur götürür. Odun üzərinə atlanmaqla o sarılığı, xəstəliyi, kəsaləti, yoxsulluğu, bütün ağrı acısını, çətinliyini odda insan kömüldür. Odda atır, yandırır. Amma oddan keçəndə enerji, bax inanc belədir. Ki mən oddan keçəndə o dediyim o mənfi nə varsa atıram, yandırıram odda, amma ondan enerji götürürəm, müsbət enerji götürürəm. Xalq inancına görə belə idi. Əziz xalqımız, Od çərşənbəniz mübarək. Qoy bu müqəddəs gün həyatımıza işıq, birlik və sevinç gətirsin. Uca Allah mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.